insan Zubeyrin həyatını oxuyur, sonra həqiqətən insanın dəhşətə gəlir ki, aqibət xeyirli olmasa, insanın sonu necə bitə bilər? Nə qədər bu vacib məsələdir? Vaxt var idi, mənəviyyatdan misal çəkmək istəsəydin, Zubeyri misal çəkərdin. Kimi misal çəkmək olar ki? Yəni, bir mənəviyyatlı insan kimdir? Deyərdin, Zubeyr. O vəsf ki, Zubeyr üçün eləyiblər, mən bir dənə onu Əbəlfəz ağada görmüşəm. Ki, Həzrət Əbəlfəz üçün o vəsfi deyiblər. Bir dənə də Zubeyr üçün görmüşəm. Məsələn, sizin üçün əhəmiyyətini çatdıra bilim. Həzrət Əbəlfəzin duasında var və bu duada tövsiyə deyiliblər ki, insanın çətinlikləri, sıxıntıları, müşkülləri olanda da bu duanı eləmək faydalıdır. Orada belə bir cümlə var da, ey Hüseynin üzündən qəm qüssəni götürən. Əbəlfəz ağa üçün belə bir müraciət var orada. Yəni, Həzrət Əbəlfəz İmam Hüseynin üzünün qəm qüssəsini götürür. İndi bir dənə Zubeyrə baxaq. Zubeyr üçün də deyiblər ki, Zubeyrin qılıncı nə qədər Peyğəmbərin üzündən qəm qüssəni götürüb. İlahi, insan həqiqətən dəhşətə gəlir. O şey ki, Əbəlfəz ağa İmam Hüseyn üçün idi, deyirlər, Zubeyrin qılıncı Peyğəmbərin üzündən qəm qüssələri götürüb nə qədər. İndi həmin Zubeyr. Desək ki, mənəviyyat gərək Zubeyrdən danışasan. 16 yaşından iman gətirib, Peyğəmbərin yanında olub, amma neçə illərdən sonra gəlir müəyyən imtihanlar çıxır və o imtihanlardan keçə bilmir. Bir gün hədisdə var, Peyğəmbər, Əmir əl-Muminin və Zubeyr əyləşmişlər və Zubeyr Əli əleyhissalama məhəbbətlə baxırdı. Baxanda Peyğəmbər dedi ki, Zubeyr, çox istəyirsən əlini, sevirsən əlini. Dedi, əlbəttə, ya Rasulallah. Əlbəttə, çox istəyirəm. Peyğəmbər dedi ki, amma bir gün Allah səni əli ilə imtihan eləyəcək, sən keçə bilməyəcəksən o imtihandan. O dəhşətə gəldi özü. Dedi, mən ya Rasulallah, yəni mən ki, əlini bu qədər çox istəyirəm, sevirəm, mən əli ilə imtihan olunaram və keçmərəm o imtihandan. Yəni, mən əlinin müqabilində dayanaram. Əmir əl-Muminin xəlifə seçilir. 3 aydan sonra Cəməl döyüşü təşkil olunur. 3 aya. Bəziləri də olub, əksi olub. Pis olub, əvvəli, sonra aqibəti yaxşı olub. İmam Sadiq əleyhissalamın səhabəsi olub Zurarə, məşhurdur da. Nə qədər hədislər Zurarədən nəql olunub. Əvvəli yaxşı adam olmayıb Zurarənin. Amma sonrasına bax, İmam Sadiqdən nə qədər hədisi biz Zurarənin nəqli ilə danışırıq ki, Zurarə nəql eləyib bu hədisləri. Sonra nə qədər yaxın olub İmam Sadiqə və aqibəti də elə bitib. Aqibət mühümdür. Çox mühümdür ki, bəzi əməllər insan eləyə ki, səbəb ola insanın aqibəti yaxşı ola, ona təsir eləyə.